Uşaqlarda davranış pozuntusu kömək çağırışıdır. Uşaq fikrini sözlə ifadə edə bilməyəndə davranışla göstərir. Yəni aqressiv davranışından, söz eşitməməsindən, evdən oğurluq etməsindən, məktəbdə sinif yoldaşlarından yola getməməyindən, müəllim problemi, cəmiyyət problemi, heç bir qaydaya tabe olmaması, yerində dura bilməyi, hiperaktivliyi, düzgün özünü idarə edə bilməməsi və s. problemlər uşaqda siqnaldır. Siqnaldır ki, mənimlə məşğulum, məni eşidin, mənim nə hiss etdiyimi fərqinə varın. Çox bu davranışlar uşaqlar evdə aqressiv davranış görəndə, ailə problemləri, münaqişələri olan zaman bu davranışlar artıq oturur. Uşaqlar ailədə problemi görəndə, ailədə hər hansı bir münaqişə, ata-ana problemləri görəndə artıq həmin vaxt qorxu, stres, aqressiya, daxili aqressiya keçirirlər və bunu cəmiyyətdə digər yerdə özlərindən asılı olmadığı halda, yəni bu cür davranış formasından özlərini göstərirlər, büruzə verirlər. Adətən, yəni valideynlərdə də davranış pozuntusu olanda, yəni əlbəttə ki, valideyn uşağın güzgüsüdür. Valideynin hər iki valideyndə və yaxud da birində uşaqlıq vaxtı davranış pozuntusu olanda eyni hal şuuraltıda uşaq atadan uşağa, qızdan anaya ötürülür. Yəni burada ən çox ata ilə oğul və ana ilə qız arasında olan, yəni eyniləşdirmə şuuraltı mən də eləyəm, onun kimi idim. Yəni bir valideyndə əgər davranış pozuntusu varsa, mütləq ki, o uşaqda o problem var. Nə etmək lazımdır? Yəni bu halda valideyn uşağın üzərinə düşüb onu cəzalandırmaq, nəyisə qoymayacağam, nəyisə məhrum edəcəm. Bu etməklə heç bir çıxış yolu cəza ilə mükafatlandırma o qədər tez keçirir ki, buradan deyirik, sən cəza verim, 2 dəqiqədən sonra yenidə eyni şeyi də valideyn mükafatlandırır. Uşaq başa düşmür ki, ana məni sevir, sevmir, cəza verdi, təriflədi. O yüzdən valideyndə bu davranış pozuntusu olanda uşaqla psixoloq nə qədər işləsə, maksimum 50% nəticə əldə edə bilər. Çünki valideyn evdə yenidən təkrar eyni davranışları və münasibətləri bəslədiyinə görə bunun düzəlmə şansı %50-dir. Əgər valideynlə, uşaqla bərabər valideynlə müraciət edərsə və valideyn özündə problemli uşaqlığının keçdiyini və bu heç yana getmədiyini, böyüdüm, qutardı, keçdi deməklə keçmir. Çünki şuuraltıda bütün mexanizmlər, yaşayış tərzinin, ünsiyyətin, hər şeyin orada kod olaraq qaldığına görə heç bir şey dəyişmədiyi halda, yəni sən istəyirsən dünyaya 100 dənə uşaq gətir, yəni eyni hansı uşaqda hansı emosional vəziyyət, hansı davranış pozuntuların və yaxud da sənin yaşayış tərzin necə olubsa, genetik koduna ötürülür. Dəyişilmədiyi halda, yeni bir davranış şuuraltıda, yeni bir kodun yaranmadığı halda, valideyndə davranış pozuntuları dəyişdiyi halda, yəni başqa cür davranır, yəni uşaq da başqa cür reaksiya verir. Bu davranış pozuntuları aradan götürmək mümkündür. Yox, əgər yox, məndə ehtiyac yoxdur, valideyn deyir ki, mənə ehtiyacım yoxdur, mən artıq uşaqlığıma qayıtmaq istəmirəm, uşaqlığımda həll olunmayan istənilən problem neçə yaşımız olmasından asılı olmayaraq daim orada aktivdir və daim oradan çıxması üçün bir davranış, bir nöqtə, bir vergül gözləyir ki, aktiv olsun, o davranışı edin, uşaq da eyni reaksiyanı versin. Uzun sözün qısası, valideyn uşaqda hər hansı bir davranış problemi görməməsi üçün və yaxud da görməsi üçün özündəki problemi İlk öncə müşahidə aparmalıdır, özünlə, düşüncələrinlə qalmalıdır ki, mən bu davranışları empatiya qurmağı bacarmalıdır. Hər hansı bir şəxsiyyət pozuntuları varmı? Ümumiyyətlə, biz normal həyatımızda heç birimiz özümüzdə problem olduğunu görmürük. Biz idealıq deyirik, bizdən yoxdur, nə problem ola bilər ki, mən psixoloqa gedə bilərəm, hansı problem, yəni mən normalam, mən psixoloqa ehtiyacım yoxdur, psixoloqa nə edəcək, gelib oturacaqsın, söhbət edəcəksən, yəni boş-boş niyə bu işə baş qoşursan və bunu deyən və bunu düşən insanlar da az deyil. Psixoloqun işi bizim normalda şuuraltımızı görüb və görə bilmədiyimiz, normalda şuuraltımızın kim olduğumuzu görə bilmədiyimiz həmin insan göstərir bizə, yəni az bir görünməyən hissəsini bizə göstərir, kim olduğumuzu qəbul edirik və ondan sonra qərar veririk ki, mən artıq dəyişmək istəyirəm, mən bu cür kodda yaşamaq istəmirəm. O zaman artıq dəyişimə başlayır şuuraltı səviyyədə. Amma məntiqdə nə edirik? Mən özüm də öz-özümə bu məsləhətləri verirəm. Hə, uşağıma deyirəm ki, etmə belə, 2 dəqiqədən sonra yenə edir. Amma görürsə işə yaramır, düzdürmü? Hə, böyüyəcək, keçəcək deyə bir şey də yoxdur. Çünki o
böyüməklə keçsəydi, biz bugün uşaqlığımızda olan hər hansı bir sözü və anamızın bizə dediyi hər hansı bir davranışı təkrar eyni sözü, eyni davranışda, eyni hadisədə onu uşağa deməzdik və o cür davranmazdıq. Bəzi hallarda travmalarımız, məsələn, deyək ki, anam bu cür mənə davranmıyor, mən uşağımı ondan əla edirəm. Çünki sən orada ən ağır travmanı yaşamısan. Məsələn, sən dərs oxumağa və təhsil almağa imkan verməyiblərsə, sənin bütün fikrin uşağında təhsilə yönəlməkdir. Oxusun, kursdan bu əslində soruşursan mı heç uşaq o təhsili istəyirmi? Ümumiyyətlə, o sahəyi yiyələnmək istəyir. Məsələn, həkim olmayan bir uşaq və yaxud da valideyn yetər qədər o təhsili, ora qəbul olunursa, mütləq o uşaq ora təhsil almalıdır, onu oxumalıdır, hansı ki, başqa bir sahəyə, dərzliyə deyək, hər hansı bir rəssamlığa, incəsənətə meyli var. Yəni ki, qohumlar nə deyər, deyədir. İnsan ilk öncə kim nə deyir, desinə yiyələnməməli. İnsan özü nə istəyir, uşaq nə istəyir, onu sərbəst buraxmalıdır, uşağın düşüncələrini. Uşaqlar bizim hər hansı bir əşyamız deyil ki, istədiyimiz kimi onu bəziyə qoyaq yerinə, istədiyimiz kimi reaksiya verirsə, o zaman uşağında da davranış problemləri yaranır. Özünə aparmaqda çətinlik çəkir, nə istədiyini bilmir, hər şeyi valideynlər onun yerinə qərar verir. Nəyə qəbul olacaq, nəyə içəcəyi, nəyə yeyəcəyini, nəyə geyinəcəyinin qərarını hər şey valideyn verdiyinə görə, onu sərbəst nə istədiyinə buraxmadığına görə bugün davranış problemləri olur, söz eşitmir, bütün gün özünə qapanır və otaqdan çölə çıxmır, gizli-gizli ağladıqlarını, gizli bilmədiyin və rəfiqələrinin bildiyi davranışlar üzə çıxır və hətta o qədər sakit uşaq olur ki, sən düşünürsən ki, bundan bu davranış gözləmərsən, amma elə bir təhlükəli davranışları olur ki, hətta psixoloq belə şokda olur ki, bu uşağın doğrudanmı bu uşaq bu düşüncələrə sahibdirmi? Ona görə uşağınızı tanımağınız üçün birinci, özünü tanısın valideyn, nə istədiyini bilsin. Çünki psixoloq elə bir şeydir, psixoterapiya ruhunun müalicəsidir də. O ruh da görünmədiyinə görə sən düşünürsən ki, boş-boşdur da, nədir ki, nə olur ki? Sən məntiqli gözə görünən bir şey istəyirsən. Məntiqli gözə görünən bir şey müəyyən müddətdən sonra, o davranış sənin ruhuna oturulandan sonra, ən azı 3 aydan sonra bir kurs deyək ki, 21 günlük mənim proqramımda necə, 21 günlük bir kurs alırıqsa, onun şuuraltı 21 gün üzərinə gedərək, növbəti 3 ay ərzində, 63 gündən sonra o davranışı məntiqli şəkildə, yəni dəyişilmiş yeni davranışı məntiqli şəkildə gözdən görsənliyə. Çünki neyronların aktivləşir, yeni bir davranış formalaşır. Ona görə biz düşünürük ki, illər boyu saxladığımız, bastırdığımız problemi, gələn ki, həll olunsun. Bəli, həll olunur. Hər seansda müəyyən problemlər həll olunur, dama-dama göl olur və o üzə çıxanda, gözə görsənəndə və onu da gözümüz görmək istəyirsə, o davranışı, o problemin həllini biz bütün ruhumuzdan, canımızdan istəyiriksə, bəli, görür. Yox, ona nədir ki, hər hansı bir şübhə ilə gəliriksə, inamsızlıq, güvənsizliklə gəliriksə, yəni, əlbəttə ki, sənin şuuraltı onu göstərməyəcək. Bir də gözləntilərimiz çox olmamalı. Sadəcə axara buraxmalıyıq prosesi, sadəcə güvənməliyik. Əgər güvənmirsizsə, ümumiyyətlə o psixoloqa müraciət etməyin. Əgər güvənirsiniz də, ondan artıq şuuraltınız bilir, ilk öncə ora gedəndə sən ona güvənmək lazımdır, o işini bilirmi, bilmirmi? Yox, yəni güvən önəmlidir psixoterapiyada, psixoloqla. Çünki heç kim heç nəyə söz vermir. Şuuraltı enerjiyə söz verdinsə, avtomatik enerji tərsinə edəcək səni. Heç vaxt söz gözləməyin, heç vaxt tezləşdirməyin, tələsdirməyin psixoterapiyanı. Axarına buraxın və gözləyin ki, prosesi düzgün edirsiniz. Deyilən şərtlər daxilində gəlirsiniz, gedirsiniz, gecikdirmirsiniz və valideyn, psixoloq və üçünüz bu problemi həll etmək üçün kömək edir. Valideyn mane olursa uşağın terapiyasına, bəli, o zaman nəticənin də yaxşı olacağını o qədər də gözləmir. Necə münasibət varsa elə də alınır. Ona görə də uşaq psixoloji problem nədir? Valideyndən qaynaqlanır. Uşaqda günah görməklə heç nə əldə etmirik. Məsələn, o valideyn gəlir, valideyndə günah görməklə onun davranış problemlərini yaraması heç nə əldə etmir. Sadəcə dərk edirik ki, bu problem yaşamısan və dərk etmədən çıxardan kimi hərəkətə keçir proses, yəni tezləşdirilir, dərk edirsən, qəbul edirsən və yeni bir proqram, yeni bir davranış üzərində olur və valideyn dəyişən kimi uşaq da avtomatik terapiya aldığı halda uşaq da dəyişir.